Uşaqlar 6-cı sinif ingilis dili 2-ci xarici dili olanlar üçün KSG 4 invite friends sözünün açıqlamasını istəyir. Dostları dəvət etmək deməkdir. Dostları dəvət etmək. Mushroom sözünün açıqlaması göbələk. Look at the cake. Bir keykə bax. Torta. I want to on it. Blow out the candles, make decorations, have a party. Mən deyir, onun üstündəki şamları üfürmək istəyirəm. Make decorations artıq burada mənaca uyğun gəlmir. Çünki artıq tort hazırdır. Demir ki, torta bax, mən onu bəzəmək istəyirəm. Deyir ki, üstündəki şamları üfürmək istəyirəm. Close your eyes and then you can blow out the candles. Deyir, gözlərini bağla və arzu tut. Make a wish. Get a present hədiyyə almaqdır. Invite friends də bayaq dedik. Dostları dəvət etməkdir. Adətən gözlərimizi bağlayıb arzu tuturuq. Ona görə make a wish. My teeth, dişlərim cəmdə olduğuna görə are. The tomatoes are cəmdədir. Səhv variant istəyir. We love parties düzgün cümlədir. Biz şənlikləri sevirik. I need some decorations. Mənə biraz bəzək lazımdır. We are needing water. Need feili uşaqlar davam edici zamana düşmür. Ehtiyac olmaq deməkdir. Davam edici zamana düşməyən feillər insan hissləri, duyğularına aid olan feillərdir. Bəzi və yaxud insanın beyninin təfəkkürü ilə əlaqədar olan feillərdir. Məsələn, başa düşmək, xatırlamaq, unutmaq və s. Bu tip feillər. Bir də duyğularımızla əlaqədar olan feillər. Love, like, dislike, hate. Bunlar davam edici zamana düşmür. Bəzi bir neçə feillər də var ki, bu qəbildən deyil, amma davam edici zamana düşmür. O feilləri də əzbər bilməlisiniz. Uşaqlar, yəqin ki, sinifdə keçib əzbərləmişsiniz. Need, ehtiyac olmadı həmin feillərdəndir. Davam edici zamana düşmədiyinə görə C variantı yanlış variantdır. Düzgün söz istəyir. Do you love? Baxın, burada da love feili dediyi davam edici zamana düşmür. Davam edici zamana düşməyən feilləri indiki sadə zamanda işlədirik. Davam edicidə işlədə bilmərik. Ona görə do you love parties? At the moment hansı zamanın zaman zərfidir? İndiki davam edici zamanın. Ona görə my sister is baking olacaq burada. Bakes olmaz. Bakes present simple zamandır. One day, a group of people went hunting together. Bir gün, bir qrup şəxs birlikdə ovçuluğa getdi. When they hunted, they found a cave. Onlar ovçuluqla məşğul olarkən bir mağara tapdılar. They saw pictures on the walls və divarların üstündə şəkillər gördülər. These pictures showed ancient people hunting animals with spears. Bu şəkillər qədim insanların nizələrlə, spears nizələrlə heyvanları ovladığını göstərirdi. The group made a fire and sat down to rest. Qrup deməli tonqal qaladı və dincəlmək üçün oturdular. They were happy to discover the old cave. Onlar qədim mağaranı kəşf etdiklərinə görə xoşbəxt idilər. Later, they took the things they found, like spears and animal skins, to a museum. Sonra onlar deməli tapdıqları əşyaları, nizələri və heyvan dərilərini muzeyə götürdülər. Now people can visit the museum to learn about the earth and the history of these ancient people. İndi insanlar muzeyə səfər edirlər ki, yer kürəsi və qədim insanların tarixi haqqında öyrənsinlər. What is the passage mainly about? Nə haqqındadır? Əsasən
Hə, uşaqlar. Nə haqqındadır? The Old Cave. Burada hunterların da adı çəkilib uşaqlar, ovçuların. Divardakı rəsmlərin də adı çəkilib, amma əsas məğz o deyil. Əsas məğz The Old Cave oldu. Qədim mağara. Biraz primitiv hazırlanıb. What did the group find inside the cave? Cave'in içində, mağaranın içində nə tapdılar? New clothes, xeyr, yeni paltarlar deyil. Pictures on the walls, bəli. Divarda rəsmlər, food, qida da tapmadılar. Bu qədər uşaqlar. Kanala abunə olun, videoları bəyənin. Sağ olun.